Azərbaycanda növbəti Gül bayramı keçiriləcək. İqtisadçıların hesablamasına görə bu bayrama hər il bir gündə 12 milyondan çox dövlət vəsaiti xərclənir. Sizin bu vəsaitin xərclənməsinə münasibətiniz necədir? Bunu necə qiymətləndirirsiniz? Mən bunu qəşəng qiymətləndirirəm. Bu Gül bayramı bizim cənab prezident yaxşı deyibdi, bunu iştirak edin belə Gül bayramı. Hər yerdə də bunda şey eləmək, hamı eləməlidir. Bunu keçirməlidir. Bu qəşəng şeydir. Mən həvəslənirəm ona görə. Mən onu özüm də evdə keçirdirəm. Hansı formada keçirdirirsiniz məsələn? Belə ailəmizi yığırıq, güllər alırıq, son sıra qoyuruq. Allah verənlər pişiririk, yeyirik, təbrik də eləyirik bu bayramı. Deməli, Məsmə adında bir qadın 5 dəfə ailə qurandan sonra 5-ci ərindən də boşanıb, təzədən 1-ci əri ilə yaşayır. Bundan xəbər tutan 3-cü ərinin arvadı yığır 2-ci ərinin arvadına ki, xəbərim var, Məsmə deyəsən 2-ci qrup gəldi, sən öl, ehtiyatlı ol. Kalk dela, synak. Тогда, папа, ситуация на русском. Что случилось, ай, сынок? Мои глаза не пьют воды из тебя. Ай, папа, вот сижу и думаю, бросаешь камень, попадает в певца. Почему их вдруг стало так много? Это тяжелый разговор с ночью. Ай, папа, я из-за них меняю свою профессию. Нет, только через труп. Пожалуйста, живи. Сейчас мертвые стоят дороже живых, а у меня денег нет. Клянутся için, если ты уйдешь, не буду смотреть тебе в лицо. Вместо одного сына лучше бы иметь смесь, чем дочери. Поэтому, как бы плохо вместе я ночую. Почему ты так говоришь, Айчи? Я же никогда не засовываю твою шапку на землю. Говорил, умри, я умирал. Говорит, живи, я жил. Ведь отец святой, отец родной. Спасибо, дорогой мой, дорогой. Ты моя нога и рука, ты мой папа. Kolum kanalımsa, tügarım sana yatar. Kolum kanalımsa, tügarım sana yatar. Göğüne yüreğim, Dalımsa baba. Spasibo. Ürəyim, haradasan? İşdən çıxmışam, evə gəlirəm. Ürəyim, gəlməyi gözləyə bilməyəcəyəm. Telefonda deyəcəm. Bundan sonra evdə 3 nəfər olacaq. Nə danışırsan? Ata oluram mən. Ata nədir, nə gizləyirsən? Mamam bizə köçüb, bundan sonra bizdə yaşayacaq. Gələndə çörəyi 2 dənə al. Sənin Şəkili Mamet Zapravkada işləyir, yanacaq doldurma məntəqəsində fəhlədir. Məsələn, bu Zapravkanın da müdürkə ofisində oturur, o otaqda başlayıb buna fikir verməyə. Görün, Mamet nə işləyir, görər, bir dənə baxalı maşın 100 minlik gəldi, sağladı. O, Mamet, sən burada işləyirsən, Mahmud öpür, qucaqlı. Polunu bax, bu geyir, Lexus gəl, o gəl, BMW gəl. Müdürdür da işləni deyir, adi bir dənə fəhlən, hörmətinə baxa. Mən bunu öyrənəcəm, gəl deyir, Mamet, bayaqdan da sana fikir verirəm. Sən nə bilə hörmətin var, bu nədir, maşallah. Deyir, nə danışsan, ay müdür, mən Roma papasla tanıyır. Deyir, Mamet, mən tərs adamam, geyək görüm sən ki, hardan tanıyır Roma papası. Deyir, inanmırsan, geyək da 2 dənə bilet uçurlar bunlar Romaya.
Görsə gəlirlər o meydana, görürlər Rompas çıxıb, İtalyanlar, millət yığılsa, bu da əllə zadla, deyir, bu da dayan, mən oradan gəlib, sana əl eləyəcəm. İyi oldu ki, yaxınlaşır Rompasına, telefon içərlər zada, Məhəmməd, xoş gəldin, sabah gəlmişsən, bazan bir xəbər eləyəm, yuxur, çıxır yuxarı Rompasına ilə də görüşür, yanında dayanır Rompasın, başlayıb belə əl eləmə, müdirə baxır. Müdir də həblə görüb, ürəyi yıxılır, düşür, tez yürürlər bunun qaqsı ilə zadla ayıldırlar. Ya ne oldu? Ahmet'e, uduzmusan da da. Ne ürəyinci yıxırsan? Deyirlər, vallah Mehmet, o Zapravka səndir, mən uduzdum. Amma mən ürəyimci yıxılmağımın səbəbi var. Sən o Roma papasının yanına nə bilə, mənə baxıb əl eləyəndə, bu da 5-10 dənə İtalyanlı bilsən, nə dedi? Qayıb dedilər ki, o şəkili Mehmet'dir, onu tanıdıq. O böyründəsi kimdir? Şəki bazarında iki qız bir-biri ilə rastlaşır. Aha. Qızın biri o birinə deyir ki, eşitmişəm, ərə getmişsən. Deyir, hə, kimə? Deyir, filan kəsə. Deyir, az o nə sifatdadır, nə oxşayır. O nədir, o ərə getmişsən, nə zibildir, o ərə getmişsən. Deyir, laf yaxşıdır, atam öyündə o da yox idi. Koşa Zapravka çok şahit oldu bizim o ilk eşkimize. Benzin vuranlar nəğmə quşdular bizim o ilk eşkimize. Kuruzlamış eller laf büyütürler hesap aparırdı bize. Dört göz benzinler iki dizeller başa erdi eşkimize. Sevgimiz gelmesin Allah'ım göze, çok yakın sürmeye birbirimize. Sevgimiz gelmesin Allah'ım göze, çok yakın görmeye birbirimize. Hem küçede olan birbirler kötü. Şerife kulaklar, uşak uşaklar behsülürdü üstümüze. Sevgimiz gelmesin Allah'ım göze, çok yakın sürmeye birbirimize. Sevgimiz gelmesin Allah'ım göze, çok yakın sürmeye birbirimize. Koşa Zapravka çok şahit oldu bizim Dəlixanada bir gün iki dəli yatırlar. Dəlinin biri baş həkimə müraciət eləyir ki, ay həkim, mən lap da ölürəm, yata bilmirəm. Yanımdakı o dəlini, o zırramanı rədd eləyin. Deyir, niyə, nə olub ki? Deyir, axşam olan kimi oradakı vedranı başına qoyub, barmağını da belə divara keçirir ki, mən gec işığıyam, naşnikəm. Deyir, eləyir, eləsin, sən baxma da, elə uzan yat, deyir, axı gözümə işıq düşür. Unibank'tan Sonya'da sizinle danışan. Kimdir? Unibank'tandır. Ha, bəli, buyurun. Mehmet Aliyev Xəyal Rəmzoğlu tanıyırsınız? Rəhmətə şeydi, xanım. Necə yəni? Nə vaxt rəhmətə getdi? Nə vaxt rəhmətə getdi? 10-12 gün olar, bilə. Biz özündən ayın 13'ü danışdıq. Necə 12 gün olur? Harca 10-12 gün arası bilədir. 13'ü özündən danışmışıq Xəyal bəyin. Ola bilməz. Necə ola bilməz? Özündən danışıq bəli. Ya, ola bilməz, vallahi. Nə olur Xəyal bəyin? Belə uzaqdan qonamdır olma, amma deyim, yaşımda özümdə işləş eləmişəm mən onu. Bəs niyə səhv məlumat verirsiniz ki, rəhmətə gedibdir? Nə tərə? Niyə banka səhv məlumat verirsiniz deyirsiniz Xəyal bəy rəhmətə gedibdir? Deyirəm, rəhmətə şeydir da. Özündən danışmışıq da Xəyal bəy. Danışmışda özün zəhv olma, nə zəhv olsan bəs? Əlaqəniz yoxdur özündən? Xeyr. Deyirəm, öyle ki, deyirsən əlaqən. Bir gündə Hüseyin Bala dayı ilə Fatma xala öydə oturub şirin-şirin söhbət eləyirlər. Bunun da qapı döyülür. Hüseyin Bala deyir, Fatma qapını açır, kim gəldi? Fatma xala da qocar vaxtı ki, qapını açır. Bir nəfər içəri girir, deyir, mənə tanımat olsun. Mən Əzrailam, gəlmişəm, canoz alma. Fatma xala da qocar vaxtı qayda deyir ki, sənin adın nədir? Fatma xala, mənim adım Fatmadır.
Əzrail başlayır ağlamağa. Hüseyin Baladay deyir ki, ay Əzrail, necə bağlıysan? Deyirəm ki, imin adı Fatma olubdur. Daha bu arvadın canını alası olmadım deyəndə, Hüseyin Baladay elə bir başına daş düşür. Arvad aradan çıxdı, Əzrailə mən nə deyəcəm? Əzrail qadı deyir, sənin adın nədir? Hüseyin Baladay da çox fikirləşəndən sonra qadı deyir, ay Əzrail qardaş, vallah mən adım Hüseyin Baladır, amma kəhtdə hamı Fatma deyib çağırır. Hüzrə gedim işləyir, dostumun babası rəhmətə gedib. Mollaya zəng gəldi, nəmnəs telefon əlindən düşdü. Qayıtdı ki, ay bilət ki, orada hamı baxır. Qayıtdı ki, vələm yəlid, vələm yulət. Ay, can qalar bizlə gülbə. Qurana and olsun deyirəm, yarımca axırda çıxdıq çöldə güldük elə. Masalda bir dənə molla dostumuz var. Danışır, deyir ki, kənddə üzrəyəm. Kənddə bir dənə qaqaş var. Deməli, 2 ildir gedib Bakıda işləyib gəlib, ateist olub. Gəlib, indi məclisdə bu mollaya deyir ki, bu da Yasin'i qurtardım elə. Ər-Rəhmanı dedim. Gəldi ki, nə baş-başa oxuyursa, bəyəm eliyə gedib çatır o, cəmatı aldadırsınız. Bir dedim, sənin atın, özün deyirsən, yaxşı oğlansan. Sənin o görübəcür atın bir köpüklü kişidirdi. Onun belə lişni görünə söydüm. Bu bozor deyər, sən mənim atama deyirsən, sən mənim atama deyirsən. Dedim, dədə, əgər mən bu oxuduğum o ölüyə gedib çatırsa, o söyüş də çatır. Bu çatmırsa o da çatmır. Niyə üzülürsən? Deyirsən məntiqin nə? O çatmır. Çatmırsa gəl onda çatmır. Niyə çırırsan? Qaqaş düşüb təkər. Günlərin bir günü Küləşənə zəng gəl. Ay Küləşən durma gəl. Qaynananı yanır. Deyə nə danışsan? Deyir valla. Gəlir gör həqiqətən alov tutdu yanır. Cama töküldü. Biri Karadeniz çıxardır. Biri divan çıxardır. Biri televizor. O birisi kreslo. Bu da özünü atır alovun içine. Boş girir, boş çıxır. Boş girir, boş çıxır. Cəmaat deyir, nə? Sən nə qoysan? Alovun içine elə boş girib, boş çıxırsan. Deyir, dəyənin görən qaynana içəridə qaldı. Deyir, qaynana içəridə qaldı, çox da. Deyir, nə danışsan? Boyzu köyürəm ki, yaxşı qızarsın. Gecə çıxmışıq başdan, səhərə yaxındır, satırıq Şəkiyə. Şəkinin girəcəyində gördük ki, 2-3 dənə saqqal kişidir, yanıb taksizatdır, yanıb belə. Dirib də saxlayaq, zarafatlaşaq bunlarla. Ələkbər, Allah ömür versin, Yasamallı soruşdu ki, əmi Şəkiyə necə gedək, yazılı bax, Şəki xoş gəlmişsiniz. Kişi dedi ki, hava qapını görürsünüz, dedi ki, kesin səhəri sonra örtün. Biz istəyirik, biz zarafatlaşaq, kişi bizi saldı təkərə. Sərin bir günü gəlin yığır öz qaynanasına, deyir ki, ay qaynana, bəs səni yuxuda görmüşəm. Deyir, cambala, nətər görmüşsən? Deyir, gördüm ki, ay qaynana, səni kamaz vırıb. Deyir, bir iraq olsun, nətər oldu bə? Deyir, səni kamaz vırıb. Oşum, səni götdük, yapardıq, yuduq elədik, kəfənlədik, yapardıq bastırmağa. Deyir, cambala, can. Deyir, ay qaynana, səni elə təzə bastırmışdıq. Molla duanı oxuyub qutarmışdı ki, gördük qəbirdən oşum şıq saçır. Deyir, cambala, gör mən nə qədər uzun nurur adamam ki, qəbirim sırazı şıqlanıb. Deyir, yox, dalına qulaq as. Deyir, molla da özü təəccübləndi ki, bu nətər olur, qəbirdən şıq saçır, nurur adam da bu. Deyir, qəbri belə açdıq, bir də gördük ki, kamazın farası qalıb Bəzən bu hallar usandırır məni Düzələr deyir Bir gün Afik Balabəy adındakı dost minir avtobusa. Afik qayıdır ki, Balabəy gəl mərcə duraq. Sən o şoferə gedib şapalaq vursan, sənə 100 dollar verəcəm. Vuramasan 100 dolları alacam. Balabəy deyir, problem yoxdur. Nəsə gedir, yaxınlaşır şoferə bir dənə şapalaq vurur. Qayıdır ki, Eyvaz, nətərsən? Şofer üçün deyir, Eyvaz kimdir? Nağaysan ha? Deyir, bağışla qardaş, səni Eyvaz adında bir dostumuz var, onu oxşatdım. Gəlir nəysə Afikdən 100 dollarını alır. Afik deyir ki, bu dəqiqədə geyib şapalaq vursan, sənə 200 dollar verəcəm. Gəlir yenə şapalağı qoyur, deyir, Eyvaz, tonla çörək kəsmişik. Niyə özü gizlərsən? Şofer deyir, qardaş, sən kim, nağaysan, neysən? Eyvaz deyiləm də, bayaq sənə demədim. Deyir, qardaş, bağışla sən Allah, yaman oxşuyursan ona. Gəlir Afikdən yenə 200 dollarını alır, oturur, Afik təmiz dilxor olur. Qayıdır ki, Balabəy, bu dəfə də gedib həmən şoferə bir dənə də şapalaq vura bilsən, sənə 500 dollar verəcəm. Balabəy deyir, problem yoxdur. Durur, gəlir şoferə tərəf, çata-çatda şofer orta güzgüdən görür, sönür dala deyir, qardaş, mənəm, Eyvazam, mənəm. Deyəndə Balabəy bir dənə şapalaq qoyur şoferə, deyir, yekə oğlan sənə, Eyvaz sən denən Eyvazam da, nə məni get-gələ salmışsan bu avtobusun ortasında. Necəsən Həmdullah, nə var, nə yox atam? Hacı, səndə Tərlan Peyğəmbərin şəkli yoxdur. Ya bax, Basat qardaş var. Tərlan Peyğəmbər nədir ha? Tərlan Peyğəmbər təzə çıxır. Rəhmətliyin oğlu təzə çıxmayıb, neçin təzə çıxıb? Sən heç Peyğəmbərlə adını bilmirsən ki, 124 min dənə Peyğəmbər var.
Nigeria aralarında bir tərlan yoxdur. Həmçinin də üzvələ salmışsan. Ya bax sallı bax. Varsa at. Bir gün bir dənə evə oğru girir. Oğru girir ki, evdə kişi ilə arvad tez silahı çıxardır, dirir arvadın başına. Kişinin üstünə qışqırır ki, davay, evdə nə qədər qızıl əşyaları, pul, para var, hamısını gətir buraya, yoxsa bu dəqiqə bu arvadı gəbərdəcəm. Deyəndə kişi başlayır yalvar ki, oğlu qardaş, qurban olumsa, bəs arvada dəymə, evdə nə var, nə yox, götür, get sənə qurbandır, arvadla işin yoxdur, arvadı burax. Deyəndə oğru gülür, deyir, deyəsən arvadı bu qədər çox istəyirsən. Deyəndə kişi deyir, yox, başıva dömsən, mənim arvadım birazdan gələcək, bu qonşunun arvadı, ona görə deyirəm. Bir şey eləyəsən, düşəcək zibilə. Günlərin bir günü uşaq hər gün məktəbdə nadinçlik eləyir, çox danışır, dərsi pozur. Müəllimə götürüb gündəliyin arxasına yazır ki, hörmətli valideyn, xəbəriniz olsun ki, sizin Əhməd balanız dərsi pozur, dərsdə çox danışır. Atası qələm götürüb yazır ki, ey müəllimə, sən hələ bunu evdə anasını görməmsən. 3 dənə qız, cavan xanım rəhmətə gedir. Gəlirlər sorğu-sual yerinə. Mələk gəlir, soruşur bunlardan ki, dəftər açır, soruşur ki, siz nətər yaşamısınız o bir dünyada, necə qızlar olmusunuz? Biri baxır, deyir ki, bəs mən bacardığım qədər düz yaşamağa çalışmışam, bacardığım qədər yaxşı işlər görməyə, haramdan, pis yoldan uzaq olmağa çalışmışam. Nə ailə qurana qədər, nə ailə qurandan sonra ailəmə, ərimi aldatmamışam. Yəni belə də özümdən razıyam, Allah'a şükür. Mələk açır, baxır, görər, düz deyir. Deyir ki, bu köməkçinə, buna qızıl otağın açarını verin, qoyun getsin. Nəysə bu gedir, soruşur sonra ikinciden ki, sən nətər yaşamısan? İkinci də deyir ki, ola nə yalan deyimi? Ərə gələnə qədər düzgün yaşamışam, ərə gələndən sonra elə də, yəni yüngül sapıtmalarım olub. Mələk heç nə demir, deyir ki, buna da gümüş otağın açarını verin, qoyun getsin. Sönür üçüncüyə deyir ki, sən nətər yaşamısan? Bilir də, nə var, nə yox. Üçüncüyə baxır, üçüncü deyir ki, nə yalan deyim, mən ərə gələnə qədər də, ərə gələndən də sonra kef eləmişəm də, yəni istədiyim adamdan oturub durmuşam, istədiyim şeyi yeyib içmişəm. Yəni də mələk boylanır ora bura, görür eşkim yoxdur, çönür köməksinə ki, buna da mənim otağımın açarını verin. Deməli, Akif adında bir nəfər gəlir, gecəni oteldə qalır, səhər hesabı ödəməyə düşür, bunun qabağına kağız qoyurlar, 300 manat, yazırlar ki, OP, HP və SP. Hərəsi 100 deyir. Bunlar nədir belə? Deyir, OP otaq pulu, HP hamam pulu. Deyir, mən hamamdan istifadə eləməmişəm axı. Deyir, səhərə qədər hamam yanırdı. İstifadə eləyərdin. Resepşin deyir mənə. Deyir, yaxşı, bu SP nədir? Deyir, SP sauna pulu. Deyir, mən saunaya da girməmişəm axı. Deyir, səhərə qədər açıq idi, girərdin. Deyir, elə deyirəm. Deyir, kağızı ruskanı ver bura. Verir, çevirir kağızı ruskanı arxaya. Yazır ki, A, M, P bərabərdir 300, qol çəkir, deyir, mən sizlə Raşot. Resepşin baxır, deyir, necə yəni Raşot? Bu nədir belə? A, M, P nədir? Deyir, Akifi minmək pulu. 300 manat edir. Deyir, axı, biz sizi minməmişik. Deyir, səhərə qədər otaqdaydım, gəlib minərdiniz də. Aga, 05-in bezini çox yeməyi nədən olar? Kulsitrin orta patsenlik feydə, onu da bir yoxlamaq lazımdır ya. Ya da onun dal qranatlarına baxmaq lazımdır. Arxa sol tərəf təkərin pozduğuna da baxın, ondan da ola bilər. Dal qazan deyən diagnostikaya saldırsın, ondan sonra dəqiq biləcək. Qaqa, o kardandandır, kardandan. Kardan gedir, dala bağlanır, bax həmən o şeydəndir, o çimdə dəyişmədən kardandandır. Aniyəməddin, mən onu Söyün ustadan soruşdum. Deyir, onun bir dənə deyir, problem o şeydədir, o zadinin lambuşkasınca deyir, dəyişin. Всё. Yəni, bir dənə ondan ola bilər, o benzin çox yeməyə, başqa heç nə. Orada başqa bir rol oynayan bir şey yoxdur. Vaygona denən ruşnonu trolsun biraz sıxdırsın. Arvad nədir? Arvad nədir? Arvad özün də bilmədən 7-3-lü zəhər eləyən. Danışmağa ömür boyu bəhanəsi olan. Bax bu 25 ili qoruduğun saçı bir gecə ağardan. Onu keçərləşdirən məxluqa arvad deyilir. Sən bilmirsən arvad nədir qardaş? Subaysan? Bir gündən rəhmətli Fiqtara çalanımız var idi. Hikmət rəhmətli. Bu da Şəkidə oxuyan qıtlığı var. Bu da gedir Oğuz, Qəbələ, aləmi gəzir ki, toyda oxumağa adam
şəsidə kimin gücü nədir onu danışırlar. Amma orada buna tərifləyib bir dənə oxuyan göndərdilər buna. Götürüb bu da həmən oxuyanla toya gəlib, toyda bir hörmətli, izzətli adamların toyudur. Elə bir 2 mahnıdan sonra bu da gördü ki, bu inək kimi böyürür, heç oxumaqdan xəbəri yoxdur. 2 mahnıdan sonra bir dənə ana muğamatı zakaz verdilər. Bu da ana muğamatını böyürtdü, körütdü ki, ay mən qardaş, nətər oxudum? Deyir ki, valla o ana muğamatını nətər oxudunsa anamla zəhləm getdi. Görən bunu xlorla qaynatsaq ağaraz. Şokolad deyil, şokolad. Bir dənə kişi Moskvaya getmək üçün bir dənə qatara bilet alır. Görür ki, vaqon presli, bir dənə boş kupe, bir dənə boş yeri yoxdur. Nə varsın, neynəsin, yaxın məsafədə deyil, 3-4 gün yol gedəcək. Qayıdır yalandan özündən taktik uydurur ki, başlayır qatarın içində o tərəfə, bu tərəfə gelib gəlmək ki, tapacam səni, tutacam səni, xeyri yox deyil, hara gedəsən, buralardasan zat. Axırda kupələrin birindən bir nəfər tutacaq, qardaş, sən bəlkə bir 10 dəfə vaqonu gedib gəlmirsən, elə deyirsən, tapacam, tutacam, sən nə itirmirsən, nə axtarırsan, deyilən bəlkə sənə kömək elədik, deyəndə qayıdır ki, qardaş, bəs torbada kobra aparırdım, pay aparırdım. Kobra açıldı elə, buralarda axtarıram, onu səhərdən tapamıram. Deyəndə vaqon bir dəqiqənin içində boşalır, bir innicinli qalmır vaqonda. Kişi gedir, uzanır, rahat kupələrin birinə deyir, nə yaxşı ağlıma gəldi, bu taktika. Nəsə, yatır, səhər açılır, provodnik qapıları açır belə kupələrin. Bunun kupesinin qapısına açanda qayıdır ki, qardaş, bəs çox var, Moskvaya çatmırıq. Dönəndə provodnik deyir, nə Moskva? Dünən hansısa axmağın biri vaqonda kobra açıb buraxıb. Hə, vaqonu açıblar, qalmışıq burada. Qatar gedibdir. Alo. Salam aleyküm. Salam kardeş, salam. Taksi sipariş vermişdim, oğlum. Hansı tərəfdə? Burada bazar store var, Qala bazar store. Bəli. Hə, düz onunla üzbəyiz görmüşəm burada. O plakatın yanında. Plakat yanındaki... Görsən məni. Sən bir dənə sağa bax. Sən öz sağına Sağ. Görsən məni. Ya, və avaran neyin yanında görüm də, hansı maşınsın? Mən piyadayım, yanmışam. Piyada qoşu, al-ala gedəcək. Başım buradadır. Birinci öyle belə değiştirəm, yavaş. Bizi ayıran başım oldu. Bizi ayıran başım oldu. Girdi bizim aramıza. Getirdi kurt yağı sürttü. Ay bizim yaşıl kapımıza, bizim yaşıl kapımıza. Her gece bacımı dolduran denen görün bir kimidir. Özünü melek kimi gösterip kan içen vampir kimiydi, kan içen vampir kimiydi. Ne dedi? Özünü melek kimi görsədən o kan içen vampir kimiydi. Başındır mı? Başındır mı onun? Başım yok ki. Başım işini kurup gedib elə. Başım rahat. Cupullah gelsin. Senin o vampir dediğin, senin o vampir dediğin her halıma yanan idi. Gözümün ağı karası, məni doğan anam idi, məni doğan anam idi, məni doğan anam idi. Benden salam olsun aşık mürvete. Kişi gerek akşam olsun
Sən yarimin qasidisən, əyləş sənə çay demişəm. Qardaş, çay sütü 40 manat ya. Mən demişəm? Bəli. Pox yemişəm. Dur. Sən həmişə belə eləyirsən, 40 manatı çay olar, 20 manatı bura. Sağ ol, Sağ salamat qutarmışam çox şükür. Mənə də başıma iş gəlibdi ayrı cür. Qonşu dalom anar gedib rəhmətə. Məndən axşa qismətə bax qismətə. Madidilər qavır qazana kömək elə. Külünclə lapatka götürdüm ələ. Qazana qədər sən öldük qutardıq. Gəlib sonra meydi məzara apardıq. Madidilər qavra düş ürəklisən. Sən yekəsən canlısan kürəklisən. Molla dedi ölünü qoyun tərsinə. Gərək biraz qibliyə olsun sinə. Dedim öz-özmə olmasa nə olar əgər. Lom köpoğlu lomdu durar bir təhər. Həm qorxurdum həm diskinirdim düzü. Məndən canlı idi rəhmətliyin özü. Gözümü yumub bismillah eylədim. Ha bu nə zivildi mən düşmüşəm dedim. Molla dedi onu biraz aşağı tart. Əli də qalıb altında hordan çıxar. Tutub qaldırdım yuxarıya belini. Bir zulumla çıxartdım ahdan əlini. Molla əmi əzib büzüb dodağını. Dedi ki əyri durur düzət ayağını. Onsuz bura düşməmişdim ürəklə. Molla damız qoyunca belə heylə. Beynim söndü qışqırdım ki axırda. Kırrosnuza düzətmirəm ki burada. Heylə hu deyəndə lapatka dəydi. Bir də molla döymədi, hamısı döydü. Mənə baxanda halın yaxşıdır sənin. Bu iş başına gəlməsin heç düşmənin. O gün alkaş dostum Hinduşka elman. Benzin atdı sonra da vurdu alışqan. Hər tərəfim sən öl alışdı yandı. Gözümü açıb gördüm halım yamandı. Dayanmışdı doktor düz qabağımda. Hissiyyat da yoxdu əl əyağımda. Həkim əlini atdı ki baxsın üzmə. Dedim çənəm sınıtdı üzümü əzmə. Dedi ki yoxlayıram qorxudan əsmə. Dedim sınıtdı dəymə döş qəfəsimə. Gördü sınıtdı tərpənmir əyağım. Həm də sınıb əyri durur çanağım. Dedi ha bunun hər tərəfi sınıtdı. Bəs abı xəstə deyir duz ki yanıtdı. Dedim düz deyirlər sifdə yanmışam. Sonra da həblə sınıq sınmışam. Suzat yox idi yanıram gördülər. Hərən əlinə bir lapatka verdilər. Bu başsızların işləmirmiş başı. Dedilər vura vura söndürün yanmışı. Mən də maşın düzəldənəm silesat. Hər ağıl, hər fason qillətlərim var. O gün bir dən pullu maşın gətirdi. Dedi baxarsan abına yamiya verdi. Sağ əlimi qaşıya şişə. Dedim yağlı qillətdir başladım işə. İnstrumentlərin hamısını yığmışam. İşim də çoxdur elə cıncıqmışam. 06-nın qoyub gedib şoferi. Çiya deyir tez ol düzət buferi. Avtobusda diraşitdi o yandan. Deyirəm indi düzəldicəm yalandan. Vurdum karovkuya yağ axdı üzmə. Gördüm kimsə soxur taxtanı gözmə. Məni tapmaz ağıllı dərrakəli. Açdım gözümü gördüm bir dən zırdəli. Sən demə telefon bilir bu taxtanı. Dedi ki ehtiyatlı basqınovqanı. Özün də yığ tez ol pişik aslanı. Mən taxtayla necə yığım o insanı. Yığmasam da dəli qoyacaq əngimə. Klientlər də tələsdirir ləngimə. Yalandan güya ki yığıb nömrəni. Dedim tez ol danış gözləyir səni. Taxtanı aldı danışa getdi. Biraz keçdi yenə qabağımda bitdi. Bir də təzədən verdi salam nətəsən. Dedim əleykim aynı getmədi nəsən. Dedi ki tez ol yamadan bir damcı çıx. Mənim lonasimdə olan bacımı yığ. Fikirləşdim yenə də yığmasam əgər. Əlinə keçəni təpəmə vurar gitbəsən. Telefon alıb nömrə yığıb tez bazar. Dedim bir də yanıma gəlmə işim var. Bacın götürdü telefonu xəttədir. Get danış üzmə baxırsan nədir? Bir iki addım getdi dayandı amma söndü mən tərəfə
sayıtdı sonra çığırdı, qışqırdı, qaldırıb səsin. Hardan bilirsən bacımın nömrəsin? Bir dənə atdan yuxarı zərbə saldı, bütün dünya gözlərimdə qaraldı. Dəli gücünü qanan deyil həqiqdə, tutmasalar öldürərdi bəlkə də. Mən də o gün olmuşam nəyə dilxor, İşıq söndü çağırmışam mantiyor. Baxdı dedi tok xəttində qırıq var, yalvardım ki nə ola düzət tez bəzar. Məndəki sağ gücüm çatandan əlbət, çalışacam ki eyliyim nəsə hörmət. Çıxardıb verdim cibimdən 5 manat, üzümə baxıb dedi ki azdı ay bırak. Mənim axı çıxmağım və düşmağım var, ayrı-ayrılıqda 5 manatdır bunlar. İçsi bir yerdə eləyir 10 manat. Dedim 5-i götür sən olma narahat, şalmana çıx düzət hələ işığı, sonra səninlə eləyərik danışığı. 5-i götürüb çıxdı yetim şalmana, uzatdı indikatoru cəryana. Qırığı tapıb remont elədi bitəri, çörülüb sonra mana saldı nəzəri. Dedi qaqaş pulun qalanını verirsən, dedim hələ ağlımı itirməmişəm mən. Ma işıq lazımdı, o da düzəldi, rast ki hindi söhbətim pula gəldi. Çıxmağına 5 manat vermişəm mən, da vermirəm düşmə özün bilərsən. Tarix hamıya gərəkdir, millətindir. Ha bu dövrdə müəllim olmaq çətindir. Biz həbilə olmamışıq qavaqlar, böyük sözünü indi eşitmir uşaqlar. Hərəsi bir yolu ilə qiymət alırlar, ona görə də dəstəşuluq salırlar. Gördüm beton oqdan yumşaq olur, dərsə qulaq asmayır axmaq olur. Dədəsi kimi hər işə qarışandır, qana qanmaz nə gəldi danışandır. Qaldırdım əmin dəqiqə ayağa, sonra sual verdim əmin uşağa. Mən axırıncı sözüm nə olubdur, dinən görüm bəz qalasını kim atdı. Dedi müəllim almamışam mən inan, mən oğurluq eləməmişəm heç zaman. Uşaqlar güldü, dərs döndü bardağa, dedim deyəsən abi məni qoyurlağa. Bununla danışa-danışa dərsi qutardım, qulağından tutub öyünə apardım. Qapını döydüm, atası çıxdı qabağıma, ha bu nə zulumdur verirsən uşağıma. Ha buna dedim ay betonun balası, kim tərəfdən alındı bəz qalası. Dedi mən almamışam onu aməlim, ititdisə axtaraq sonra məlim. Atası dedi cisi özü axtarar, əgər alıbdısa sabah qaytarar. Gördüm atası balasından bətərdir, dedim abılarla danışmaq ədərdir. Getdim oradan çatdım başına döngənin, ağsaqqalı önümə çıxdı məhlənin. Dedi müəllim biz tərəfdə xeyr ola, sən axı gələn deyilsən bizim yola. Başıma gələni danışdım ağsaqqala, dedi o qaladan öz ümidi üz bala. Tanıyıram onun dədəsini babasını, daha yuxunda görərsən bəz qalasını. Onun dədəsi Afyor əvəzin oğludur, onlara girən çıxmır hamısı oğrudur.